Bakı Network platformasında növbəti verişimizə başlayırıq və ümid edirik ki, bu başlanğıc uzun bir silsilənin əsası olacaq. Bugünkü qonağımız Azərbaycanın danışan vicdanı və Azərbaycanın ensiklopedik biliklərə malik olan bir tarixçilərindən biridir, Cəbə müəllim Bəhramovdur. Onun uzun təqdimata ehtiyacı yoxdur, çünki tarixçinin və üləmanın, alimin təqdimatı onun işləri və düşüncələridir. Ona görə xoş gəlibsiniz. Teşekkür ederim. Minnettarım dəvətinizə görə. Təşəkkür edirəm mən bir daha. Birinci başlamaq istəyərdim bizim milləti və Əliqulu Qəmküsar demişkən əfkar-ı ümumiyyəni düşündürən əsas məsələdir. Milli ideologiyamız hələ də yoxdur. Tam şəkildə formalaşmayıb. Cənab Prezident bir neçə dəfə bu barədə danışıb və bildirib ki, bizim bitkin, səbatlı, dayanıqlı və çox açıq anlaşılan milli ideoloji məhvərimizə ehtiyacımız var. Sizin fikrinizcə bizim ziyalılarımız, alimlərimiz bu işə, bu daşın altına əlini qoyası adamlarımız nədən bu istiqamətdə gərəkli sürətlə və gərəkli həcmlə, miqyasla çalışmırlar və ümumiyyətlə milli ideologiyamız necə olmalıdır? Yenə təşəkkür edirəm dəvətinizə görə. Çox çətin və ağır bir sual qoydunuz mənim qarşımda. Əgər biz bu Ulu Öndərin dilindən çıxan sözdür, yadımdadır 1994-cü ildə bizim konstitusiyamızın layihəsinin ilkin variantı hazırlanarkən bizim Milli Elmlər Akademiyasında onun keçirdiyi görüşlər zamanı bu ideologiya məsələsi də ön plandaydı. Və Azərbaycançılıq ideologiyası deyəndə məsələ burasında ki, əgər bir yaxud iki dövləti çıxsaq, bütün dünya dövlətləri çox millətlidir. Burada yaşayan xalqların hər birisinin özünün tarixi, mədəniyyəti, dili, adət-ənənəsi var. Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Və burada maraqlıdır ki, dominant bir millət olaraq, xalq olaraq Azərbaycan türkləri, Azərbaycanlılar həmişə bir, belə deyim də, yığıcı bir qüvvə rolunu oynayıb. Və çox qəribədir ki, mənim demək, rəhmətlik Saraxan Müşirvəlinin ilk orta əsrlər dövrünə aid Şirvan tarixi ilə bağlı çox maraqlı bir əsəri vardı. O bir çox müəlliflərə istinad edib. Və orada belə bir istinad vardı ki, bunu o Bartoyda istinad edir. Deyir ki, Azərbaycanın şimal-şərqində 365 dildə danışırdılar. Amma bu xalqların bir-biri ilə ünsiyyət vasitəsi Azərbaycan türkçəsi idi. Azərbaycan dili idi, o vaxt türk dili idi. Yəni, Azərbaycan həmişə bir növ yığıcı rol oynayıb. Və təbii ki, əgər mən bizim alimlərimizin çox maraqlı bir məqamat oxundunuz, rəhmətli akademik İqrar Əliyevin çox maraqlı bir demək, təşəbbüsü olub. Birisi ki, Yapon alimləri dünya xalqlarının mövcud olduğu ərazilər, hansı ki, dövlətlər yaradıblar, o əraziləri tədqiq edib, hansı xalqın gəlmə, hansı xalqın demək, yerli olduğu haqqında çox maraqlı əsər yazıblar. Elə bir işdə Azərbaycanda görülüb. Bunu bəlkə də siz birinci dəfə eşidirsiniz. Məsələ orasındakı 1979-cu ildə Tokyo Universitetinin Şərq Mədəniyyəti Tarixi İnstitutunun iki əməkdaşı Shindi Fikai, bir də Jiro Ikeda. Bunlar 6 ay Cənubi Azərbaycanda olur, 3 ay Şimali Azərbaycanda. Və bunlar odontoloji müqayisəli təhlil üsulu əsasında burada yaşayan xalqların hansının gəlmə, hansının yerli olduğunu tədqiq ediblər. Və gəldikləri nəticə budur ki, bu torpağın sahibi Azərbaycan türkləri, Azərbaycan xalqıdır. Hər bir xalqın bir passionar qəhrəmanı olmalı və Azərbaycan 44 günlük müharibədə Azərbaycan xalqı özü özlüyündə bir qəhrəman oldu. Avropada çox az rast gəlinən bir məsələ idi. Burada xalq, ordu, dövlət başçısı elə bir birləşmə yaratdılar üzvi şəkildə və bu bir passionarlıq idi. Bu bir təbliğatın nəticəsi deyil, deyə bilirsiniz.
bu ürəkdən, ruhdan gəlirdi. Nəyə görə bunu deyirəm? Məsələn, Babək haqqında söhbət 1200 illik, 1300 illik dövrdən gedir. Babək haqqında ərəb salnaməçiləri doğru söz yazmayıb. Başda Nə təbəri böhtən deyiblər, olmaqla, yazıblar. Rəşidəddin və təbəri olmaqla. Ay sağ olun. İndi Rəşidəddinin kimliyi bu da bizə bəllidir. Məlumdur. Çünki Əmr Teymurun ona münasibəti də var. Və onu deyim ki, bu insan o qədər və onu deyim ki, Sovet dövründə o Babək filmi çəkilsə də çox unikal məqamlar var orada. Çünki Azərbaycanın azadlığı, müstəqilliyi məsələsi var. Azad Azərbaycan məsələsi var. O oğlu ilə ki, söhbətdə bu deyir, bir gün azad yaşamaq 40 gün əsirlikdən daha qiymətlidir. Bu sadə məsələlər deyil. Və o təsəvvürə gətirin. Onun ətrafında çağırış edəndə 300 min nəfər toplaşmışdı. Bəli. Bu ərəb ordusunun demək qoşunlar 6 ordunu məhv etdi. 20 illik dövrdür. Bəli. Bilirsinizmi? Çox vaxt bunu deyirdilər ki, İslam'a qarşıdır, yalan söhbətdir. Yalan söhbəti, belə deyim, təpədən dırnağa qədər yalan söhbəti. Çünki İslam Azərbaycanda qəbul olunub 7-ci əsrin ortalarından. Söhbət 644-666-cı illər. 643-cü il Ərdəbil müqaviləsi var. Ondan sonraki dövrdə demək gələn o belə deyim yayılma prosesi gəlir çıxıb da sonraki dövrdə Xalid ibn Validin dövrünə başlayır. O zaman bu Xürrəmlərin hərəkatı başlayır 8-ci əsrin 70-ci illərindən. Sünnən təxminən 150 ildən çox vaxt keçmişdir. Yeni Xürrəmlərimiz də Bu Şuşanı azad ikincisi də etdilər. bizim Şimali Azərbaycan arasında iki ən qədim məscid var. Biri Dərbənd məscididir. Bu 734-36-cı illərdə inşa olunub. Bir də bizim Şamaxı məscididir. Əgər belə idisə, onda niyə bu məscidlər qaldı? Söhbət İslam'a olan münasibətdən getmir. İşğala qarşı mübarizə idi. Bax, bu işğala qarşı mübarizə 20-ci əsrin sonu, 21-ci əsrin 20-ci ilində özünü açıq şəkildə bir üzü verdi. Və indi cənab prezidentin sözünə istinadən deyir ki, bu cavan uşaqlar mənim prezidentliyim dövründə dünyaya göz açıb böyüyən uşaqlarıdır. İndi hətta mən onu da deyim ki sizə, mən bir neçə nəfər bizim o gənc qazilərimizlə görüşdüm. Birinci Qarabağ müharibəsində iştirak edenlərdən. Bilirsiniz, belə o tutub yanırdılar ki, deyir, mənə niyə aparmırlar? Deyirəm, sən olmusan da, indi bizim kifayət qədər gücümüz, ordumuz yox. Mən torpağımın qisasını almalıyam. Mən torpağımı azad etməliyəm. Siz təsəvvür gətirirsinizmi? Yəni, digər tərəfdən, burada bir məqamatı oxuram. Müharibəni aparmaq mədəniyyəti də vardı. İndi fikir verin, o istər 44 günlük müharibədə, istərsə də o 23 saat, 40 neçə dəqiqədir, 43 dəqiqə sizə bilmirəm. Orada bir mülkü şəxsə ermənilər tərəfindən xətər yetmədi. İndi axı bizi çox vaxt bu soyqırımda ittiham edirlər. Bu soyqırımla da bağlı sizə bir maraqlı məqamı xatırladacağım. Məsələ burasındadır ki, bunların əlinə heç bir bəhanə düşmədi. Bunlar bunu andılar ki, hətta özləri etiraf edir ki, bu özünün üçün geri qaldı. Hələ tam geri almayıb. Çünki Qərb Azərbaycanda bunun üçün. Bunu da bu xalqın iradəsinin əleyhinə olaraq mən bunu dəfələrlə söyləmişəm. Nədir, bu torpağı verəndə 20 nəfər yığışdınız. Etiraz edən də oldu, 3 nəfər oradan deputat ki, verməyin. Vermək istəyirdim, biz referendum keçirəydik. Sorğu keçirəydik. O qaça-qaç deyildik. Və cənab prezident doğru söyləyir ki, nə oldu, may 28-də dövlət elan edirsən, 29-da torpaq versin. Bu necə olur? O prosesi mən gözəl bilirəm. O sənədləri ki, mən görmüşəm və mənim həmkarım demək, Vasif Qafarov, indi Milli Məclisin üzvüdür. Mən onun hansı zülmlə bunları tapdığını və elmi dövrəyə gətirdiyini çox yaxşı bilirəm. Mən onu dəvət eləmişdim tarixin üstünə. Mən o vaxtı Elmi İşlər üzrə direktor məqamında dedim, bu adam burada olmalıdır. Və biz həqiqəti qoyduq ortaya. Yenə deyirəm, mən çox xoşbəxt adamım ki, biz Azərbaycan tarix elminin sütunları ilə çalışdım. Ziya müəllim kimi,
İqrar müəllim kimi, Sumbat Sada kimi, bizim bir çox alimlər var. Onlardan da, məsələn, Dilara xanım Seyidzadə kimi, sonra Nailə xanım Bəlli xanım kimi. Onların canı sağ eləsin. Dünyasını dəyişənlərə də Allah rəhmət eləsin. O məktəb çox bir güclü məktəb. Onu da qeyd edeyim ki, Elçin müəllim, onların İqrar müəllimin, Ziya müəllimin və digər alimlərin verdikləri elmi arayışları olmasaydı, bunu mən tarixini çox gözəl bilirəm. Sovet hökuməti, cənab prezidentin sözünə istinad edirəm. İstər Qarbaşov, istər də Yelçin Qarabağı ermənilərə vermək istəyir. Onun qərarı vardı. Azərbaycan alimlərinin qoyduğu elmi əsas bu cinayətkar addımın qarşısını alıb. Və təsəvvürə gətirin, bəli, hətta mən onu deyə bilərəm sizə, 45-ci ilin noyabrında Mircəfər Bağırov 6 alimi dəvət edir və onların hazırladığı sənəd gedir Stalin stolunun üstünə. O arxivdə var. Üstündən oxuyandan sonra götürür yazır ki, köhnə bolşeviklərin arxivinə verilsin və bir də bu məsələyə qayıdılmaz. Ermənilər iddia qaldırmış ki, Qarabağın ərazisi verilsinlər Ermənistan tərkibinə. Güya xaricdə yaşayan ermənilər öz vətənlərinə dönmək istəyir. Hansı vətəndən söhbət gedir? Bunlar bunun, xislətin bunların öyrənindən sonra, yenə deyirəm, Allah Ziya müəllimə rəhmət eləsin. Allah rəhmət eləsin. Demək ki, onun 1989-cu il Xəbərlər jurnalının 2-ci nömrəsindədir. Sonda belə bir Spravka Frenkelə, Frenkelin arayışı adlı bir Rusiya Dövlət Arxivindən çıxarılan sənədli söhbət Erməni Qriqoryan kilsəsi və ermənilər haqqında arayışdan gedir, 6 səhifədir. Bilirəm. Ondan sonra Rus çarı kilsəyə başladı. Deyir ki, mənə yaz görün, bunlar kimdir? Divan tutmağa. Ay sağ ol. İndi bundan sonra mən də bu sualı Rusiyadan olan həmkarımız, həm də Rusiya Dövlət Dumasına bizi dəvət eləmişlər. Mən bunu dedim. Dedim, yaxşı, bunu bilirdiniz. Babalarınız bunu bizim torpağa niyə köçürdü? Maşallah, Rusiyanın ərazisində 17,2 milyon kvadrat kilometr. Aparın da. Ki, bizə olmaz, dedim, niyə? Sizə olmaz, bizə olar. Bilirsiniz mi? Və onların biri etiraf elədi. Yəni, biz bu müstəqilliyimizin, yenə Ulu Öndərin sözünə istinad edirəm, deyir ki, Azərbaycan xalqının ən böyük nailiyyəti onun dövlət müstəqilliyinin bərpasıdır. Bu bizə çox şey verir. Bu bizi, kimliyimizi, o pasportumuzun əsas səhifəsi var. Azərbaycan xalqı, Azərbaycan milləti kimdir? İdentifikasiyamız. Bəli, bunu öyrənmək üçün, düzdür, çox böyük bir zaman tələb olunur, amma əsas məqamları öyrənə bildik, yaza bildik. Bilirsiniz mi? Ona görə də Azərbaycançılıq ideologiyasına gələndə hər bir vətəndaş, mənim fikrim, bu torpaq mənimdir, bu vətən mənimdir, Azərbaycan mənim üçün doğmadır, bu millətindən asılı olmayaraq, onun müstəqilliyi, onun müstəqilliyinin əbədiliyi və onun bütün məsələlərdə sahiblik hüququ məndədir. Hər bir vətəndaş bunu düşünməlidir. Fərq eləmir, hansı millətdəndir. Mənim torpağımdır, mənim vətənimdir və burada yaşayan xalqlar bir-birindən din, dil, nə desəniz, hamısı qardaşdır. Bax, bu istiqamətdə getsə, ki, fərq eləməsin, o hansı millətin nümayəndəsidir. Bizdə görürsünüz ki, o, demək, xalqlar ki, yaşayır, istər talışlar olsun, ləzgilər olsun, digərlər olsun, öz dilində danışır, öz mədəniyyətini, öz necədirləri, o həyatını yaşayır. Və onların da hamısı bütün dövlət strukturlarında təmsil olunur. Sadəcə bunu həmən o düşmənlər, hansı ki, Azərbaycan torpağında gözləri var, onlar həzm edə bilmir. Bax, məsələ bundandır. Ona görə də mənə belə gəlir ki, məqamın, bu məsələnin bir tərəfi var, bilirsiniz, bu xalqın dünya mədəniyyətinə verdiyi şəxsiyyətləri başqaları verə bilməyib. Sual verir, Nizamini indiyə qədər. Bu adam 12-ci əsrdə yaşayıb da, 9 əsrdə yaxındır. Niyə indiyə qədər oxuyurlar? İndi fikir verin, demək, bayaq adını çəkdim, Rüstəm Bələm Əliyev, bizim çox tanınmış şəxsşünas alimimizdir, nizamşünas alimimizdir. Onun 81-ci ildə nəşr etdiyi məqalələr toplusu var. Rus alimləri və yazıçıları Nizami Gəncəv haqqında rus dilindədir. Giriş sözünü öz yazıb. Orada Azərbaycan müəllifi yoxdur.
O giriş sözündə bir fransıza istinad edir. Derbale. Deyir, o nizamını, əsərlərini oxuyandan sonra Avropalara, Fransızlara müraciət edeyim. Ey Avropalılar, sizin az tanıdığınız Azərbaycan adlanan məmləkətdə 12-ci əsrdə Nizami Gəncəvi deyilən böyük bir müdrik yaşayıb. O, insanlığın yaşayış formulasını verib. Onu öyrənin. Öyrənməsəniz, dünya fəlakətə gedəcək. İndi 12-ci əsrdə başqa xalqlar belə bir şəxsiyyəti yetişdiribmi? Yox. Yox. Nəsimi biz dünya üçün, xüsusilə Türk dünyası üçün, müsəlman dünyası üçün bu 4 okeandan böyükdür. Onun o məndə sığar iki cahan, mən bu cahana sığmazım. Bu bir fəlsəfi və geniş bir, dərin bir dünya görüşün əsasını təşkil edir. İndi mənə deyin görüm, belə bir adamı bizə iddia edən, bizə böhtan atanların içərisində bir var mı? Yoxdur. Və mən onu da bir epizod xatırladacağım. Nəsimi filmi çəkiləndə bizim çox tanınmış kino rejissorumuz, Allah rəhmət eləsin, Həsən Seyidbəyli çəkib. Və o Moskvada dublyaj oldu rus dilinə. Həmin bu dediyim şeiri veriblər Vyacheslav Tixonov oxusun. Vyacheslav Tixonov məlumda həmin o Baharın 17 Canı filmindəki. Bunu Həsən Seyidbəyli verib ki, sən öyrən rus dilində. Kadr arxasında bunu oxuyacaqsın. Bir səhər tezdən gəldi, göz şişib belə qıpqırmızı. Siz necə xalqsınız, siz necə millətsiniz? Deyir, Həsən bəylərin təzmininiz nə olub ki? Ki, sizin 15-ci əsrdə belə bir dünya miqyaslı filosofunuz olub, bunu dünya tanımır. Deyir, atam belə baxdı, dedi ki, bir ağır söyüş verdi. Sonra dedi ki, qoymusunuz ki, Həsən bəylərin doğru deyib. Axı biz deyəndə ki, biz dünyaya nə verdik? Və siz nə verdiniz? Təşəkkür edirəm Cəbir müəllim sizə geniş və əsaslı söhbətiniz üçün. Ümid edirəm ki, proqramımızda bundan sonra tez-tez görüşəcəyik sizə. İnşallah.